Kızlar, bugün sizlerle şekerpare hazırlayıram. Bize lazım olacak ərzaqlar. Mən 2 porsiya elədiyimə görə biraz çox olacaq. 5 stəkan un, 4 ədəd yumurta, 2 armud stəkan pudra şəkər, 6 xörək qaşığı manna, 250 qram kərə yağı, otaq temperaturunda olan, yarı limon şərbəti üçün, 2 ədəd vanil, 2 ədəd qabartma tozu, 3 stəkan şərbəti üçün şəkər tozu, 3 stəkan da su. İndi isə əvvəlcədən şərbətini hazırlayırıq, qoyuruq soysun, sonra isə içlik üçün ərzaqları hazır edirik. İlk öncə 3 stəkan pezoğu şərbət üçün pezoğu əlavə edirik qabımıza. 2 3 stəkan da su. Daha sonra isə bunu qoyuruq qaynamağa və qaynayandan sonra limon əlavə edəcəyik. İndi isə şəkər tozunu qaynadırıq, yəni şərbətə hazır edirik. Şərbət hazır olandan sonra isə 1-2 damcı, yəni 1-2 damcı deyəndə 4-5 damcı, mən 2 porsiya elədiyimə görə biraz çaşbaş qalıram. Limon suyu əlavə edirik, vamxodda 10 dəqiqə qaynadırıq, sonra şərbəti soymağa qoyuruq. Daha sonra isə içlik üçün ərzaqları hazır edəcəyik. Belə. İsə qızlar, şərbətimiz qaynadı. İçinə biraz limon suyu əlavə edirik və vamxodda 10 dəqiqə qaynadırıq. İlk dəfədə hazırlayıram, görək necə olacaq. Qızlar, şərbətimiz 10 dəqiqədir ki qaynayır. İndi bunun altını söndürüb qoyuram ki soyusun. Siz də mənim kanalıma abunə olmağı, yorum yazmağı, bəyəndinizsə bəyən tuşuna basmağı, yorum yazmağı, abunə olmağı unutmayın. İndi isə gedək içliyi hazırlayaq. İndi isə qızlar, burada yağı qaba əlavə edirik. Otaq temperaturunda olan 250 mg yağı, yəni qabın içərisinə əlavə edirik. Mən də burada xaldaynikdə idi yağım, ona görə kənarda əritdim, soyutdum, sonra isə qaba əlavə etdim. Daha sonra isə kənarda 4 ədəd yumurta götürmüşdüm. Onun ikisini ağını sarısından ayırıram. Ağını qarışımın içərisinə əlavə edirəm, sarısını isə üzəri üçün saxlayıram. Və belə burada da görürsünüz ki, mücadilə edirəm, yumurtanı qıra bilmirəm, bölüşdürə bilmirəm. Sarısını üzəri üçün saxlayıram, ağı isə qarışımın üzərinə əlavə edirəm. Yerdə qalan 2 ədəd yumurtanı da yine qarışımın üzərinə əlavə edirəm. Cəmi 4 ədəd yumurta əlavə etmiş olurum. Daha sonra isə 6 xörək qaşığı, mən 2 porsiya etdiyimə görə 6 xörək qaşığı manna əlavə edirəm. 2 armud stəkan isə pudra şəkər əlavə edirəm. 1 porsiya 3 xörək qaşığı manna, 1 armud stəkan şəkər, pudra şəkər əlavə edilir. 2 paket qabartma tozu və 2 paket vanil əlavə edirəm. Bir daha deyirəm, mən 2 porsiya etdiyimə görə hərəsindən 2-2 əlavə edirəm. Daha sonra isə qarışımı yaxşıca qaşıqla qarışdırıb, sonra isə əlimlə yoğurub, yəni unu da az-az əlavə etməklə ələ yapışmayan xəmir əldə edirəm. Un isə 1 porsiya 2 stəkan yarım, 2 porsiya isə 4 stəkan yarım, yəni 5 stəkan un əlavə etmiş oldum. Unun daha doğrusu artıq da qaldı, hələ biraz. Yəqin ki 4 stəkan un əlavə etmiş olmuşam. İlk dəfə hazırladığıma görə, yəni bəzi səhvlər edə bilərəm. Amma normalda 5 stəkan un götürmüşdüm, hələ yarısı da qaldı. Burada da yaxşıca yoğururam. Yaxşıca qarışdırıram. Daha sonra isə az-az unu əlavə edib ələ yapışmayan xəmir əldə etmiş oluram.
Gördüğünüz gibi kızlar, xəmirim hazırdır. Burada da ələ yapışmayan güzel bir xəmir əldə etmiş oldum. İndi isə xanımlar, kənarda ayırdığım yumurta sarısını çəngəl vasitəsilə karıştırıram ve onu üzeri için kenara koyuram. Daha sonra ise burada kündeler, ilk önce kündeleri oval formasında yumurlayıp daha sonra ise onlara forma veririm. Gördüğünüz gibi hanımlar, bu şekilde forma vermiş oldum. Şekerparelere bu kaydayla bütün şekerpareleri bu formada da hazırlayıp kenara koyuyorum. İndi isə qızlar, şekerparelerimin her birine forma verdim. Üzerlerini yumurtalayıram. Neyse, bunlar hazırdır. Belə üstlərində çəngəllərim. İndi forma verdim. İndi isə qoyuruq sobada pişsin. Belə sonra isə şərbətini əlavə edəcəyik. İsti-isti. Şərbət soyuq. Kurabiyelərsə, şekerparelərsə isti-isti olmalıdır. Necə burada biraz alıp onu da başqa qaba əlavə edeyim. Belə. Bunlar sobada pişsin. Pişəndən sonra sizə daha ətraflı çəkərəm. İkincisində də 6 dənə oldu. Bunlar da belə. Öyrani anda fikrimi dəyişdim. Üzərlərini dekor kimi fındıq da koydum. Siz de eğer İsteseniz başka nelerse üzerine ilave edebilirsiniz. Ben de hiç olmadı, ona göre fındık ilave ettim. Hazırda burada kızarmaya başlıyorlar. Böyle. Ama bir səhvlik eləmişəm ki, hökumət yumurtası vermişəm, ona göre gec kızarır. Nihayet kızlar, şekerparelerimiz hazırdır. İndi ise isti-isti. Bunların şerbetini ilave edeceğiz. Gələ bir isti içeride pişir. Göz hakkınızı halal edin. İndi ise ben bunu şerbetini ilave edeyim. İsti olmalı ki rahat için özünü çeksin. Böyle. Böyle. Kızlar, bunu kenarda şərbətin üzünü çəksin diye kenara koyuram. Daha sonra ise alt hissələrinə bunlardan koyacağım ki servis edəndə bu servis tabağı yani şirə olmasın. Her birini eləcə ayrıca servis edeceğim. Gördüğünüz gibi kızlar, şekerpareler de öz şirəsini içine çəkdi və beləliklə şərbəti çox az miqdarda qalıb. İndi isə bunları servis üçün altlarına belə kağız koyacağım ki servis edəndə şirəsi qaba yayılmasın. İndi isə belə. Gecə bir servis edək. Gördüğünüz gibi bu formada servis ederek mağazadan alınmadan hiç de fərqlənmədi. Yani bu kadar əziyyətlərlə değdi. Biri var ki ne kadar pul verirsiniz, bir-ikiden alasınız. Biri de var ki kaçıra uğurluyur kaçırır. Melania. Biri de var ki bir neçə dənə. Yani hazırlayasınız, özünüzdə yiyəsiniz. Balaca oğuru da gəlib anasından şirniyyatları uğurlamağa. Çəkil, kızım çəkil. Belə. İndi mən bunları servis edim çünkü kızım icazə vermir. Sizə video çəkim. Sonra bitirdikten sonra size göstərəcəm. Neyse, kızım da yola saldım, başını aldattım. Getdi. Bir hissəsini qabda servis edəcəm. Qalan hissəsində belə saxlama qablarım var. Sushi qabları da, saxlama qabları. Bunları içərisinə yox, xaladenikdə saxlayacağım. Hərdən də azar çayla içərik. Göz haqqınızı halal edin. Yəni hazırlamağı tövsiyə edirəm. Yəni çox ləzzətlidir. Xüsusən də 1-2 saat saxlayandan sonra, mən 1 saat saxladım ya, 1 saat yarım falan belə. Saxlayandan sonra şirəsinin bütün hamısını canına çəkir. Ona görə çox ama çox ləzzətli olur. Aslında düşündüm ki şirniyyat aldırım yoldaşıma. Sonra da fikirləşdim ki, yəni kilosu 7 manata bir dənə 2 dənə şirniyyat alır, ondan da geç doymursan. Amma belə həm çox qənaətçildir. Yəni içərisindəki ərzaqlar elə də çox getmədi. Yəni hər kəs yetib pişirə bilər. Həm çox qənaətçildir, həm də ki, yəni doyumludur. Yəni vaxt cəhətdən də ki, yəni çox qısa müddətdə hazırlamaq olur. Biraz yemək olmur, o da ki 1-2 saat saxlayarsanız, ondan sonra yeyə bilərsiniz. Yəni belə həqiqətən də hazırlamağa dəyər.
Göz haqqınızı halal edin. Reseptlərdə mən 2 pors hazırladım. Çünki biz ailədə çox nəfərik ona görə. Həm də ki, yəni sonra da yeyə bilək deyə 2 pors hazırladım. Uşaqla tez-tez çeynəyib hazırlamaq olmur. Əgər siz də istəsəniz, açıqlama bölməsində reseptini yazaram. Yəni gördüyünüz kimi də belə servis etdim. Belə gözəl şəkərparələr alındı. Göz haqqınızı halal edin. Yəni resepti də paylaşacağam. Kim istəsə hazırlaya bilər. Hələlik. Qalanlarını da belə formada, belə qablara paket etdim. Belə qablar var idi ona görə. Bu qabları da paket etdim. Xaladenikə qoyacağam. Yəni istifadə olduq. Yedikcə az-az əlavə edəcəm də qaba. Belə qaba əlavə elədim. Amma bitdikdən sonra az-az bu qablardan əlavə edəcəm. Bir də ki, əgər ki kimsə məsəl üçün qonaq gələndə süfrəyə qoymaq istəyirsə, yəni evində hazır saxlamaq istəyirsə, belə şəkərparələri bişirsin, amma şərbətini əlavə etməsin də. Eləcə belə qablara, plasmas qablara yığıb buzdolabında, yəni buzluqda saxlaya bilərsiniz. Qonağınız gələndən də sonra çıxarırsınız. Qıraqda kənarda necə deyim, kənarda şərbət hazırlayırsınız. Bu şəkərparələri də tofkada, yəni isidirsiniz, qızdırırsınız. Ondan sonra isə şərbətin üzərinə əlavə edib süfrəyə servis edə bilərsiniz. Yəni elə də qonağa görə saxlaya bilərsiniz. Amma onu elə təsəvvür edirəm ki, qonağa qədər qalmayacaq. Ona görə mən belə qablara yığdım. Həm də bilsəydim, yəni şərbətim çox idi ona görə, yoxsa mən də saxlaya bilərdim əslində. Yəni 3-4 gün ərzində qonaq kimsə gəlsə, yəni servis edib vermək olar. Yoxsa belə yəni aylarca saxlamaq üçün sadəcə şərbətə əlavə etmədən, belə bişmiş formada, şərbət əlavə olunmadan buzluqda saxlamaq olar. İndi isə qızlar, sizlərlə özümə birazcık kosmetika alış-veriş eləmişəm. Yəni olmayan əşyaları almışam. Utopia kosmetikdən. Əvvəlcə də Lily kosmetikdən isə sizlərə onları göstərim. Belə bir abada qaldım. Qiymətini bilmədim. Yəni çox gözəldir. Daha sonra isə belə bir Clavido markasına ait dezodorant aldım. Bunu heç özüm niyə aldım bilmirəm. Belə bir makyaj falan siləndə, eləyəndə qollar islanıb eləməsin deyə belə bir abada qolluq aldım. Qiymət də çox münasib idi. 2 manat 90 qəpik belə. Daha sonra belə bir tempalit aldım. Özümün var idi, sadəcə azalmışdı deyə. Bu da çox münasib idi. Hər kəsə məsləhət görürəm. Utopia kosmetikdən aldım. 3 manat 60 qəpiyə mən istədiyim elə bir ki paletlər idi. Ona görə bunu aldım. Daha sonra belə bir dənə bir sponge aldım 70 qəpiyə. Belə bir malpet. Daha sonra isə belə bir pasta aldım, diş pastası. Belə bir tək istifadəlik maska aldım. Bu deyəsin 1 manat idi. Çox münasib idi. Belə bir Everoş firmasına, yəni markasına ait tanani krem aldım. Mən elə çox istifadə eləmirəm, sadəcə aldım da çölə bayra harasa gedəndə istifadə etməyə. Belə bir gözaltı maska aldım, tək istifadəlik. Bu da 30 qəpik idi, çox münasib idi. Hər kəsə məsləhət görürəm. Belə bir karandaş aldım. Jiv markasına ait nömrə 043. Yəni mən bu tonları istifadə edirəm ona görə. Onu bilmədim, deyəsən 1 manat idi, yəni neçə idi. Belə bir ən sevdiyim tuş, Essence firmasına ait tuşdu. Yəni bu da çox münasib idi. 2 manata mən belə bir tuş aldım. Son olaraq da 2 dənə belə rezinka aldım. Cəmi ödədik 19 manat 90 qəpik. Bu qədər kosmetikaya görə dəyər məncə. Hər kəsə məsləhət görürəm.
Gördüğünüz gibi burada da kızlar kolumu yandırdım. Göz değdi, nazar değdi. Kolum yandı. Dilimin şu an patırlarını da yumuşken ütüleyim. Her birini ütüledim, katladım. Daha sonra ise yerine yığdım. Yeni yığma prosesini gösterebilmedim çünkü uşaq yatmışdı diye otaqda. İşığı yandıra bilmədim. Ona görə belə. İndi isə gəlin sizlərlə birlikdə iç hissəsinə baxaq, görək şərbət özünü çəkib. Baxın, görürsünüz. Xalis şərbətdir. Yəni deyirlər məsəl üçün şərbət içinə çökmür, nə olmur. Amma yalan söhbətdir. Yəni görürsünüz ki, şərbət də içinə keçib. Yəni çox da gözəl alınıb. İlk dəfə dedirdim, ciddi deyirəm, ilk dəfə də hazırlayırdım. Yəni sizə də tövsiyə edirəm. Siz də yəni bu qədər mənim əziyyətimi yerdə qoymazsınız. İnşallah videolarımı bəyənərsiniz. Bəyəndinizsə bəyən tuşuna basmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Hələlik.